Gördüyünüz bu bina Mirəhmət xan tərəfindən həyat yoldaşı olan Tuğra xanımın şərəfinə inşa etdirilib. Bu binanın tikintisində əsasən Avropadan gələn ustalar iştirak ediblər. Bu möhtəşəm bina 1913-cü ildə Mir Mustafa xanın nəvəsi Mirəhmət xan tərəfindən həyat yoldaşı Tuğra xanımın Qafqazda gözəllik müsabiqəsində birinci yeri tutduğuna görə onun şərəfinə ucaldılmışdı. Bu bina fransız ustaları tərəfindən 3 ay müddətinə tikilmiş və xanıma hədiyyə olaraq verilmişdi. Venesiyadan 7 ədəd güzgü xanımı üçün gətirsə də, Rus dönəmində bu güzgülərin 4-ü aparılmış, Avropaya aparılmış və 3-ü isə birinci girişdə, ikincisi burada, digəri isə sağ tərəfdə sərgilənir. Mirəhmət xanla Tuğra xanım bu binada cəmi 3 il xoşbəxt yaşamışlar, övladları da olmamış. Mesenatlardan əllər evlərindən alındığı zaman Mirəhmət xan Fransada olmuş, Tuğra xanım isə dostları vasitəsilə yeraltı tunellə Mayaka qədər çıxarılmış dəniz yolu vasitəsilə Bakıda yaşayan, Sovetskidə yaşayan bacısı Kişvər xanımın evinə aparılmışdı. Bizim muzeydə 10 mindən artıq eksponat nümayiş olunur. Ekspozisiyalarda fondda 1500-dən artıq eksponat saxlanılır və bu bina 9 otaqdan ibarətdir. İlk işıqlanma sistemi bu binada olmuşdu və generator vasitəsilə Fransadan gətirilmiş generator sistemi vasitəsilə binanı işıqlandırmışlar. Muzeyin ikinci mərtəbəsində bizim mülkə aid olan çilçıraq, hansı ki Tuğra xanıma atası tərəfindən cehizlik kimi verilmişdi və bu cehizlik çilçırağı indiyə kimi də qorunur muzey eksponatı olaraq və bu çilçıraqdan generator vasitəsilə 1913-cü ildə istifadə olunmuşdu. İlk elektrik sistemi bu binada olmuş, hətta qonşular da işıqlama sistemindən istifadə etmişlər.